Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinin artırılmasından sonra paytaxtda aparılan tikintilərin normativ qaydalara uyğunlaşması, Bakı şəhərinin ümumi baş planı ilə əlaqələndirilməsi istiqamətində mühüm addımlar atıldı. Komitə rəhbərliyinin qısa zaman ərzində işlək vəziyyətə gətirdiyi tikinti qaydalarının və tikintiyə icazənin sadələşdirilməsi sadə vətəndaşları sevindirsə də, bu sahədə əvvəllər böyük miqdarda vəsaitlər qazanan bəzi rayon icra hakimiyyətlərinin heç də ürəyindən olmadı. Hələ də bəzi icra hakimiyyətlərinin başçıları səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz tikintilərə şərait yaradırlar. Asfalt.com-un əldə etdiyi məlumata görə qanunsuz tikintilərə yaşıl işıq yandıran dövlət qurumlarından biri də Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir. Məlumata görə Rafiq Quliyevin qayğısı ilə inşa edilən qanunsuz tikintilərdən biri də General Səməd bəy Mehmandarov 520 ünvanında baş verir. Belə ki, General Mehmandarov 520 ünvanında yerləşən obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və digər aidiyyatı qurumlardan heç bir rəsmi icazəsi olmadan qanunsuz şəkildə artırılır. Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.